Salam əziz şagirdlər. Bugün yeni riyaziyyat test toplusundan ehtimal nəzəriyyəsi və statistika mövzusuna aid olan test tapşırıqlarına baxaq. İlk öncə yadımıza salaq ki, ehtimalı tapmaq üçün hadisənin baş verməsi zamanı əlverişli hallar sayının mümkün hallar sayına olan nisbəti hesablanmalıdır. İndi birinci tapşırığa baxaq. Birinci tapşırıqda qutuda eyni ölçülü 5 ağ və 3 qara kürəcik olduğu deyilir. Təsadüfən çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapmalıyıq. Aydındır ki, burada mümkün hal 8-dir, əlverişli hal isə 5-dir və ona görə cavab olur 8-də 5. İkinci tapşırığa baxaq. Qutuda eyni ölçülü 7 ağ və 5 qara kürəcik var. Təsadüfən çıxarılan bir kürəciyin ağ olması hadisəsinin ehtimalını tapaq. Bu zaman əlverişli halı 7, mümkün hal isə 7 ilə 5-in cəmi 12-dir. Cavab oldu D variantı. Üçüncü məsələ. Sinifdəki 32 şagirdin 8 nəfəri əlaçıdırsa, təsadüfi seçilmiş bir şagirdin əlaçı olması ehtimalını tapın. Mümkün hal 8, əlverişli hal isə 32-dir və ona görə də 8-ə ixtisar etsək 4də 1 almış olarıq. Dördüncüyə baxaq. Sinifdəki 35 şagirdin 7 nəfəri əlaçıdırsa, təsadüfi seçilmiş bir şagirdin əlaçı olma ehtimalını tapın. Bu zamanda biz 7-nin 35-ə nisbətinə baxırıq. 7-yə ixtisar etsək 5də 1. Beşinci tapşırığa baxaq. 2 zəri atdıqda hər 2 zərdə düşən xalların sadə ədəd olması ehtimalını tapın. Baxaq görək, əlverişli hallar hansı hallar ola bilər? Sadə ədəd dediyinə görə 2 ilə 3, 3 ilə 2, 2 ilə 5, 5 ilə 2 və 2 ilə 2. Sonra 3 ilə 5, 5 ilə 3 və 3 ilə 3. Sonra isə 5 ilə 5, bu qədər. Deməli, əlverişli hallar sayı oldu 9. Deməli, ehtimal nəyə bərabərdir? 9 bölünsün 36-ya. 2 zəri atan zaman mümkün hallar sayı 36 olur. 6 üstü 2-yə bərabər olur, o da 36. Bir zərdə isə mümkün hal sayı 6 olur. Deməli, bunu da 9-a ixtisar etsək, alarıq 4də 1. 5də 4də 1 A variantı. Altıncı məsələyə baxaq. 2 zəri eyni anda atdıqda hər 2 zərdə düşən xalların mürəkkəb ədəd olması ehtimalı. Baxaq görə mürəkkəb xallar hansılardır? 4 ilə 4-dür, 4 ilə 6-dır, 6 ilə 4-dür və 6 ilə 6-dır. Əlverişli hal 4-dür. Deməli, bu zaman yazırıq 4-ün 36-ya. O da ixtisar getdi 9-da 1. Cavab oldu A variantı. 7-yə baxaq. Kisədə eyni ölçülü 11 fişka var. Təsadüfən çıxarılan bir fişka üzərindəki ədədin 3-ə qalıqsız bölünməsi hadisəsinin ehtimalını tapaq. Bunun üçün bilirik ki, mümkün hal 11-dir. İndi əlverişli sayın hadisənin sayını tapaq. 3-ə bölünən ədədlər hansılardır qalıqsız? Burada görürük ki, 3-dür, 6-dır, deməli 12-dir və 20-dir. 18-dir. Bağışlayın, 18-dir. Deməli, buradan neçə dənə ədəd tapmış olduq? 4 ədəd tapmış olduq. Cavab oldu 11-də 4. Variant olaraq B variantı. Baxaq 8-ci tapşırığa. 2,2 x-dan kiçik, x 2,2-dən böyük, 13-dən isə kiçikdir.
Bu bərabərsizliyin tam həllər çoxluğundan təsadüfə götürülmüş bir ədədin sadə ədəd olması ehtimalını tapın. Deməli, burada mümkün hal sayı nə olar? Mümkün hal sayı 3-dən 12-yə qədərdir. Yəni 12 çıxaq 3 plus 1. O da olar 10. Mümkün hal sayı 10'dur. Əlverişli hal sayı isə, yəni ki, 3 ilə 12 arasında olan sadə ədədlər hansılardır? 3'dür, 5'dir, 7'dir və 11'dir. Deməli, ehtimal oldu 4 bölünsün 10. O da bərabərdir 0,4. Cavab oldu D variantı. 9'a baxaq. İlk 12 natural ədəddən təsadüfi seçilmiş birinin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tap. Deməli, burada mümkün hal 12'dir. Əlverişli hal isə, deməli, mürəkkəb ədəd hansıları ola bilər? Sadələri tapıb 12'dən də çıxa bilərik. Bu zaman sadə ədədlər hansılardır? Deməli, bir nə sadədir, nə mürəkkəb? Bunu da çıxırıq. 2, 3, 5, 7, bir də 11. 6 ədəd. 6 ədəd sadədirsə, deməli digər 6'sı mürəkkəbdir. O zaman ehtimal olur 6 bölü 12 bərabərdir 2'də 1'ə. Cavab oldu A variantı. İndi sonuncu tapşırığa baxaq. Mağazada olan 4 növ köynək və 3 növ ayaqqabıdan bir köynəyi və ya bir ayaqqabını neçə üsulla seçmək olar? 4 plus 3 bərabər 7 üsulla seçmək olar. On 11'ə baxaq. Mağazada olan 5 növ köynək və 6 növ ayaqqabıdan bir köynək və ya bir ayaqqabını neçə üsulla seçmək olar? 5 plus 6 bərabər 11 üsulla. 12'yə baxaq. Kisədə olan eyni ölçülü 11 fişqa var. Təsadüfən çıxarılan bir fişqa üzərindəki ədədin 6'ya qalıqsız bölünməsi hadisəsinin ehtimalını tapaq. Bunun üçün 6'ya bölünən ədədlərin görək hansılardır? 6'dır, 12'dir və 18'dir. Əlverişli hal sayı 3, mümkün hal sayı isə 11'dir. 3 bölək 11 D variant. Baxaq 13'ə. Kisədə eyni ölçülü 11 fişqa var. Təsadüfən çıxarılan bir fişqa üzərində ədədin 4'ə qalıqsız bölünməsi hadisəsinin ehtimalını tapaq. Deməli, orada 4'ə bölünən ədədlər 8, 12 və 20'dir. Bu da 3 bölünsün 11 oldu. Cavab Y variant. Baxaq 15-ci tapşırığa. X 0,6'dan böyük 10,4'dən kiçik olan tam ədədlər çoxluğudur. Bu çoxluqdan təsadüfə götürülmüş bir ədədin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapaq. Deməli, burada mümkün hal sayı tam ədəd olması üçün 1-dən 10'a qədərdir. Bu da aydın məsələdir ki, mümkün hal sayı 10'dur. Əlverişli hallar sayı isə mürəkkəb ədəd olması üçün hansı ədədlərdir? Mürəkkəb ədədlər burada 4'dür, 6'dır, 8'dir, 9'dur və 10'dur. Onda ehtimal bərabər oldu 10'da 5'ə. O da bərabərdir 0,5. C variantı. 17'yə baxaq. X 5,3'dən böyük. 17,87'dən
kiçik olan tam ədədlərdir. Bu tam ədədlər çoxluğundan təsadüfi götürmüş bir ədədin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapaq. Deməli, bunun üçün mümkün hal sayı 6-dan 17-yə qədərdir. Və biz bu sayı tapmaq üçün 17-dən 6-nı çıxıb üzərindən 1 əlavə edək. Olur 12. Mümkün hal sayı 12-dir. Əlverişli hal sayı isə mürəkkəb ədəd dediyinə görə 6-dan, deməli 5-dən böyük olan mürəkkəb ədədlər hansıdır? 6-dır, 8-dir, 9-dur, 10-dur, 12-dir, 14-dür, 15-dir və 16-dır. Deməli, ehtimal bərabərdir. Deməli, mürəkkəb ədədlər 8 ədəddir və biz 8-i bölürük 12-yə. Bunu da 4-ə ixtisar eləsək, 3/2 almış olarıq. Cavab oldu A variantı. On 18-ə baxaq. İlk 18 natural ədəddən təsadüfə seçilmiş birinin mürəkkəb ədəd olması hadisəsinin ehtimalını tapaq. Deməli, mürəkkəb ədədlər, bunun üçün sadələri tapaq, 18-dən çıxaq. Sadə ədədlər hansılardır? 2, 3, 5, 7, 11, 13, 17, bir də 1. Bir də nə sadə, nə mürəkkəb ədəddir. Bizdən də ancaq mürəkkəb ədədi soruşduğuna görə biri də daxil edək bura və saysaq 8 ədəddir. Deməli, əlverişli hallar sayı olur 18 çıxaq 8 bərabər 10. Onda ehtimal bərabərdir 10 bölünsün 18. Buradan da 2-yə ixtisar eləsək 5 bölək 9. Cavab oldu C variantı. Baxaq 19-a. İlk 15 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması hadisəsinin ehtimalını tap. Sadə ədədləri 1 ilə 15 arasında olan sadə ədədlərə baxaq görək hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir, 11, 13. Bunlardır. Deməli, ehtimal bu zaman oldu. Sadə ədədlər 6 ədəd oldu. 6-nı bölürük 15-ə və burada 3-ə ixtisar eləsək 5/2 almış olarıq. O da bərabərdir 0,4-ə. Cavab oldu A variantı. 20-yə baxaq. İlk 20 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalını tapaq. Yenə də baxaq. Deməli, 1-dən 20-yə qədər olan sadə ədədlər. Bura əlavə edirik 19 nömrəli tapşırıqda olan ədədlərə. Deməli, 2, 3, 5, 7, 11, 13, 17, 19. Bu da 8 ədəddir. Deməli, ehtimal olur 8 bölək 20. 4-ə ixtisar eləsək 2 bölək 5. Bu zaman bu da olar 0,4. Cavab oldu Y variantı. 21-ci məsələyə baxaq. Cədvəldə bir zavoddakı işçilərin sayı və onların iş vaxtları verilmişdir. Hər bir işçi yalnız bir dəfə olmaqla təsadüfən ardıcıl seçilmiş 2 işçidən birincisinin iş vaxtının 3 saatdan az olmaması, ikincisinin isə iş vaxtının 1 saatdan az olması hadisəsinin ehtimalını tapın. Biz baxaq ki, burada cəmi neçə nəfər var? İşçilərin sayını tapaq.
40 nəfər var. İşçi, 40 nəfər işçi var. Sonra baxaq görək ki, iş vaxtının 3 saatdan az olmaması. İş vaxtının 3 saatdan az olmaması deməli olmaması üçün işçilərin sayı 180 dəqiqədən 299 dəqiqəyə qədər olanlardır. Çünki 3 saat 180 dəqiqə eləyir və bunun üçün 180 dəqiqədən artıq işləyən işçilərin sayı lazımdır. Bu da 10 plus 14 24 nəfərdir. Deməli, buradan belə bir nəticəyə gəlirik ki, seçilən işçinin birincisinin iş vaxtının 3 saatdan az olmaması üçün bunun ehtimalı 40'da 24. Çünki 24 40'dan 24'ünün iş vaxtının 3 saatdan az deyil. Digər ikincinin isə bunlar bir-birindən asılı hadisələr olduğuna görə, yəni birinin baş verməsi digərinin baş verməsinə təsir etdiyinə görə deməli biz ehtimalı bu cür hesablayırıq. 39'da deməli birinci 40 nəfərdən biri 24 nəfərin içindəndir. Digəri isə bir nəfər seçildiyinə görə artıq yerdə 39 nəfər işçi qalır. Deməli digər işçi isə bu 39 nəfərin içərisindən seçilir. İş vaxtının da 1 saatdan az olan cədvəldən görürük ki 0-59 dəqiqə arası olanda 3 nəfərdir. Ona görə 39'da 3'ə vururuq. Və buradan hesablama aparsaq, deməli bunu 4'ə bölsək 6, bunu 4'ə bölsək 10, 6'nı da 3'ə bölsək 2, 39'u 3'ə bölsək 13 və onu da 2'yə bölsək 5, alarıq 65'də 3. Cavablara baxsaq C variant. Baxaq 22-ci məsələyə, bu da oxşar məsələdir. Cədvəldə bir zavoddakı işçilərin sayı və onların iş vaxtları verilmişdir. Birinci növbədə tapaq görək neçə işçi var. İşçilərin sayını tapaq. 2 plus 4 plus 7 plus 8 plus 9 30 nəfər. 30 nəfər işçi var. 2 işçi seçilir yenə də. Bunlardan birinin iş vaxtının 2 saatdan az olmaması. 2 saatdan az olmaması, yəni 120 dəqiqə üzəri olmalıdır. O da deməli cədvəldə 7, 8, 9 sayda işçiləri olan işçilərin vaxtını göstərir, ifadə eləyir. Və buradan da görürük ki, deməli 2 saatdan az olmaması üçün işçilərin sayı 7, 8, 9'un cəminə bərabərdir. O da bərabərdir 24. 1 saatdan az olması isə 2 nəfərdir. O da 2 nəfərdir. Deməli, biz onda ehtimalı hesablamaq üçün 30'da 24'ü vururuq 29'da 2'yə. Bunu da hesablasaq görürük ki, alınır 145'də 8. C variant. Baxaq 23-cü məsələyə. Torbada üzərlərində bütün 2 rəqəmli natural ədədlər yazılmış oyun daşlarından təsadüfən biri seçilir. Seçilən ədədin 18'dən kiçik mürəkkəb ədəd və ya 76'dan böyük 5'ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, 2 rəqəmli ədədlər 10'dan başlayır 99'a qədər. Yəni mümkün hal sayı bu zaman olur 90. Yəni ki 10'dan başlayır 10, 11, 99'a qədər. Bu zamanda mümkün hal sayı olur 90. Yəni 90 2 rəqəmli ədəd vardır. Sonra isə deməli seçilən ədədin 18'dən kiçik mürəkkəb ədəd olması. 18'dən kiçik mürəkkəb ədəd olması üçün bu ədədlər hansı ədədlərdir? 10'dur, 12'dir,
Deməli 14-dür, 15-dir və 16-dır. 76-dan böyük olması üçün isə 76-dan böyük olması üçün isə 76-dan böyük 5-ə bölünən. 5-ə bölünən. O zaman hansı ədədlərdir? 80-dir, 85-dir, 90-dır və 95-dir. Yəni 18-dən kiçik mürəkkəb ədədlərin sayı 5, 76-dan böyük 5-ə bölünən ədədlərin sayı isə 4-dür. Burada ehtimalın toplanması qaydasına aid olan məsələdir. Deməli, 90 ədəddən 5, yəni 5-in 90-a nisbəti, çünki 18-dən kiçik mürəkkəb ədəd olması ehtimalı 90-da 5-dir. 76-dan böyük 5-ə bölünən ədəd olması ehtimalı isə 4-dür. Və biz bunda 90-da 4 yazsaq və bunların cəminə baxsaq, alarıq 90-da 9 və 9-a ixtisar etsək, 10-da 1 almış olarıq. Ehtimal oldu 0,10-da 1. Cavablara baxsaq, D variantı. Cavab D. Baxaq 24-cü tapşırığa. İlk 100 natural ədəd arasından təsadüfən seçilən bir ədədin həm 2-yə, həm 3-ə, həm 4-ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. İlk olaraq bu ədəd 12-dən başlayır, yəni 12, 24 və sonuncu 96-dır. Görək neçə ədəd var bu belə, bu şərt ödəyər. Bu sayı tapmaq üçün 96-dan 12-ni çıxıb 12-yə bölüb üzərinə 1 əlavə edirik. 96-dan 12 çıxsaq 84, 12-yə bölsək 7 və 7-nin üzərinə 1 əlavə etsək 8 olar. Deməli, həm 2-yə, həm 3-ə, həm 4-ə bölünən ilk 100 natural ədəd arasında 8 belə ədəd vardır. Deməli, bu zaman onda ehtimal nəyə bərabərdir? Əlverişli hal 8, mümkün hal isə 100-dür. Cavab oldu 0,8. D variantı. Baxaq 25-ci tapşırığa. İlk 120 natural ədəd arasından təsadüfən seçilən bir ədədin 3-ə, 5-ə, həm də 6-ya bölünən ədəd olması. Mümkün hal aydındır ki, 120-dir. Çünki cəmi 120 ədəddir. Əlverişli halda saymaq üçün, sayını tapmaq üçün 120-dən kiçik 3-ə, 5-ə, 6-ya eyni zamanda bölünən ədədlərin sayını tapmalıyıq. Bu ədədlər də 30-dur, 60, 90 və 120-dir. Yəni, əlverişli hal sayı da 4-dür. Deməli, ehtimal bərabərdir. 4 bölünsün 120. Bu da bərabərdir 30-da 1. Y variantı. Baxaq 26-cı məsələyə. Zavodun 120 işçisi var. Onlardan 60 nəfər 800 manat, 30 nəfər 1200 manat, 20 nəfər 1500 manat, qalanları isə 2000 manat maaş alır. Zavodun işçilərinin aldıqları maaşların medianını, yəni statistik ortasını tapın. İndi biz deməli 60 nəfər 800 manat aldığına görə biz bunu bu şəkildə yazaq. Deməli 800 alan 60 nəfər, sonra 1200 manat alan 1200 manat alan 30 nəfər, iyirmi nəfər 1500 manat alan 20 nəfər 1500 manat alan,
Qalanlar isə 2000 manat alandır. 2000 manat alanda 10 nəfər edir. Tamamı buradan yazaq. $2000 alanda 10 nəfərdir. Çünki cəmi 120 nəfər olmalıdır. Bu şəkildə yazdıq. Deməli, medianı tapmaq üçün ədədlərin sayı cüt sayda olduğuna görə, deməli, ortada duran 2 ədədin cəminin yarısına baxmalıyıq. Ortada duran da 60, deməli, 60-cı və ortada duran 60 və 61-ci ədədlərdir. 60 və 61-ci ədədlərdir. 60-cı ədəd 800-dür. 61-ci ədəd isə 1200-dür. Və bunları toplayıb 2-yə bölsək, 2000, 2000-i də 2-yə bölsək 1000. Deməli, bu ədədlərin ədədi ortası oldu 1000. Medianı oldu 1000. Median oldu 1000. Baxaq 27-ci tapşırığa. Bu da eyni tipli tapşırıqdır, məsələdir. Zavodun 130 işçisi var. Onlardan 70 nəfər 900 manat. Bu şəkildə yazaq. 900 manatı alır 40 nəfər. Yox, 70 nəfər. 40 nəfər 1400 manat maaş alır. 15 nəfər 1600 manat maaş alır. Qalanlar isə 2000 manat alır. Qalanların da sayı aydındır ki 15 olar. Bunu buradan aşağıdan yazaq. 2000 alanların da sayı 15 nəfər. Deməli, burada cəmi 130 nəfər olduğuna görə, cüt sayda olduğuna görə ortada duran 2 deməli ədədin cəmini götürməliyik. Ortada duran ədədlər də 65-ci və 66-cı ədədlərdir. Bunun da hər ikisi 900-dür. Çünki ilk 70-liyin içinə düşür. Çünki ilk 70 adam 900 manat maaş alır. Ona görə 65 də 900 alır, 66 da 900 alır. Və 900'ləri toplayıb 2-yə bölürük. 1800, 1800'ün də yarısı yenə də 900. Deməli, bu sıranın medianı, yəni statistik ortası 900 oldu. Cavaba baxsaq, D variant. Baxaq 28-ci məsələyə. Heç bir mənzili satılmamış 100 mənzil olan binada 60'ı bir otaqlı, 30'u 2 otaqlı, qalanlar isə 3 otaqlıdır. Deməli, bir otaqlı 60 ədəd, 2 otaqlı 30 ədəd, 3 otaqlı isə 60 ilə 30, 90. Deməli, 10 otaqda, onu da 3 otaqlı mənzildir. Bu binadan 2 mənzil almaq istəyən müştərinin birinci aldığı mənzilin 2 otaqlı, ikinci aldığı mənzilin 3 otaqlı olması hadisəsinin ehtimalını tapaq. Bunlar da biri-birindən asılı hadisələrdir. Yəni, birinin baş verməsi digərinin baş verməsinə təsir edən hadisələrdir. Bunun üçün ehtimalların vurulmasından istifadə edirik. Birinin digərinin asılı olması şərt altında. Və burada deməli 2 mənzil alırsa birincinin 2 otaqlı olması üçün 2 otaqlı 30 ədəddir. Ona görə cəmi 100 mənzil olduğundan, yəni mümkün halı 100'dür. Və ilk 2 otaqlı alırsa bu 30 ədəddir. Yəni %30'u vururuq. Deməli, bir mənzil aldısa yerdə 99 mənzil qalır. 99 mənzildən də 3 otaqlı almaq üçün 10 mənzil 3 otaqlıdır və buna görə də 3 otaqlının da ehtimalı 99'da 10'dur. Və bu ehtimalların hasilinə baxsaq və hesablasaq 1/33 almış olarıq. Cavab oldu Y variantı.
Baxaq digər məsələyə. 29-a baxaq. Eyni tipli məsələdir bu da. Heç bir mənzili satılmamış 70 mənzil olan binada 50'si bir otaqlı 50, deməli 2 otaqlı 11, qalanlar isə 3 otaqlıdır. O zaman 3 otaqlıda 9 ədəd olar. 9 ədəd olar, çünki cəmi 70 mənzildir. Deməli, bu binadan 2 mənzil almaq istəyən birinci aldığı mənzilin bir otaqlı olması üçün bir otaqlı 50 mənzil olduğundan bir otaqlının alınma ehtimalı 70'də 50'dir. İkincinin isə artıq 70 mənzildən 50'si alınıbsa, 70 mənzildən biri alınıbsa bir otaqlı, o zaman 69 mənzil qalıb. Yəni ikinci seçimi bu 69 mənzil içindən edə bilər. Ona görə də 3 otaqlı mənzil alınmasının ehtimalı da olur 69'da 9. Və biz bunu hesablasaq 161'də 15 alarıq. Variant oldu. Baxaq variantlara. Variant C variant. Baxaq 30-cu məsələyə. 9 ədədin ədəd ortası 14, 11 ədədin ədəd ortası 14, 20 ədədin ədəd ortası 30'dur. Bu 40 ədədin ədəd ortasını tapın. Ədədlərin cəmini S ilə işarə eləyək. Məsələn, 14 ədədin cəmini S14 ilə işarə edək. Bu zaman deməli 14 yox, 9 ədəd. 9 ədəddir. 9 ədədin ədəd ortası 14'dürsə, deməli S9 bərabərdir 9 vuraq 14. Çünki ədədlərin ədəd ortasını taparkən o ədədlərin cəmini verilmiş ədədlərin sayına bölürük. Toplananların sayına bölürük. Toplanan da 9 ədəd olduğuna görə və onların ədəd ortası 14 olduğuna görə bu 9 ədədin cəmi 9 vur 14 olar. 126. Deməli 11 ədədin ədəd ortası isə 14'dür. Buna görə 11'i vururuq 14'ə. Bu da 154 edər. Digər 20 ədədin ədəd ortası isə 30'dur. Deməli S20 də bərabərdir 20 vurulsun 30. O da bərabərdir 600. Bu 40 ədədin ədəd ortasını tapın. İndi bu 40 ədədin ədəd ortasını tapmaq üçün bu ədədlərin cəmini tapırıq və cəmini tapıb 40'a bölməliyik. İndi bu şəkildə biz yazsaq və S9 126, S11 154 və S20 600 olduğundan bunları yazırıq və 40'a bölürük alınan nəticəni. Cəm 880. 880 bölək 40 bərabərdir 22. Cavablara baxsaq C variantı. Baxaq 31-ci məsələyə. A hadisəsinin baş verməsi ehtimalı 2-1 və baş verməməsi ehtimalı 4,4-2 olarsa M tapın. Ümumiyyətlə hadisənin baş vermə ehtimalı ilə baş verməməsi ehtimallarının cəmi 1 olmalıdır. Bunun üçün biz 2m-1 ilə 4,4m-2'ni toplayıb 1'ə bərabər etməliyik. Buradan 6,4m bərabərdir 4 və 4'ü bölsək 6,4'ə, bunu da 10'a vursaq 40 bölək 64 və bunu da 8'ə ixtisar etsək 8'də 5 almış olarıq. Cavab oldu
B variantı. B. Deməli 32 analoji üsulla həll olur. Ehtimalları verilmiş və baş verən ehtimalla baş verməməsi ehtimalını toplayıb 1-ə bərabər edib oradan n-i tapa bilərsiniz. Burada mən məsələnin nömrəsini səhv yazmışam. 31. Onu düzəldək. 31. Dəqiqə baxaq. 31. İndi baxaq, deməli 33-ə. 32 oxşar məsələdir. 1-dən 25-ə qədər natural ədədlər 25-də daxil olmaqla natural ədədlər içərisindən təsadüfən ardıcıl olaraq 2 müxtəlif ədəd seçilir. Seçilən birinci ədədin 5-ə bölünən tək, ikinci ədədin isə 3-ə bölünən cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, cəmi 25 ədəddir. Cəmi 25 ədəddir. Bu ədədlər içərisindən 5-ə bölünən tək ədəd. 5-ə bölünən tək ədəd hansılar ola bilər? 5 ola bilər, 15 ola bilər, bir də 25. Deməli, bu halların sayı 3-dür. Seçilən ədədin, deməli, 3-ə bölünən cüt ədəd olması. Cüt ədəd olması isə 6, 3-ə bölünən cüt 12, 18 və 24-dür. Bu halların sayı da 4-dür. Deməli, oxuyaq ki, sual necə oldu? Seçilən birinci ədədin 5-ə bölünən tək, ikinci ədədin isə 3-ə bölünən cüt ədəd olması hadisəsinin ehtimalını tapın. Burada da bir hadisənin baş verməsi digər hadisənin baş verməsindən asılıdır. Buna görə də 5-ə bölünənin tək olması ehtimalı 25-də 3. Deməli, 3-ə bölünən cüt ədəd olması isə 24-də 4 olar. 24-də 4. Və biz bunları hesablasaq, bunu 4-ə 1, bu 4, 6, 3-də 1, 6, 3-ə 2. Olar 50-də 1. Biri də 50-yə bölsək 0,2 alarıq. Cavab oldu Y variantı. Y variantı. (34) də 33 ilə oxşar məsələdir. Siz baxarsınız buna. Baxaq 35-ə. Sinifdəki şagirdlərdən oğlanların sayının qızların sayına nisbəti 2-nin 3-ədir. Oğlanların sayının qızların sayına. Oğlanda oğlanların sayı olsun 2K. Qızların sayı isə olsun 3K. Yəni sinifdə cəmi 5K şagird var. 5K şagird. Sinifə 4 oğlan və 3 qız gəldikdən sonra sinifdən bir şagird sinif nümayəndəsi seçilir. Həmin şagirdin oğlan olması hadisəsinin ehtimalı 9-da 4 olarsa, əvvəlcə sinifdə neçə şagird vardır? Sinifdə 2K oğlan olduğuna görə sinifə 4 oğlan da gəlsə, oğlanların sayı olar 2K plus 4. Bütün sinifin sayı isə olar 5K plus 7. Çünki sinifə cəmi 7 şagird gəlib. 4 oğlan, 3 qız. Bu da bərabərdir 9-da 4-ə. Və biz bunu tənasüb kimi həll etsək, 9-u 2K plus 4-ə vuraq. 4-ü isə 5K plus 7-yə. Və bu tənliyə həll edək. Buradan 18K plus 36 bərabərdir 20K plus 28.
2K bərabərdir 8, K oldu 4. K 4'dür. Əvvəlcə sinifdə neçə şagird var? Sinifin sayı da burada görsəndiyi kimi 5K'dır. Ona görə deməli 5'i vururuq 4'ə. Sinifdə əvvəlcə 20 şagird var imiş. Cavab da oldu D variantı. Baxaq digər məsələyə. 36'ya da baxaq. Sinifdəki şagirdlərin, bu da 35 ilə oxşar məsələdir. Oğlanların sayının qızların sayına nisbəti 3'ün 4'dədir. Deməli, oğlan sayı tutaq ki 3K'dır. Qızların sayı isə 4K'dır. Yəni, sinifdəki şagirdlərin cəmi sayı 7K'dır. 7K. Cəmi yazaq belə. Sinifə 2 oğlan və 4 qız gəldikdən sonra sinifdən bir şagird sinif nümayəndəsi seçilir. Həmin şagirdin qız olması hadisəsinin ehtimalı. Deməli, 4K qız var idi. 4 qız da gəldiyinə görə qızların ümumi sayı 4K plus 4 olar. Sinifin cəmi sayı isə 7K, 3K ilə 4K, 7K. Plus sinifə də cəmi 6 nəfər gəlib də, 4 qız, 2 oğlan. Plus 6. Bu da bərabərdir 17-də 10'a. Və biz bunu çarpaz şəkildə vurub atsaq, 68K plus 68 bərabərdir 70K plus 60 alarıq. Və buradan da tənliyi həll etsək, 2K bərabər 8, K olar 4. K 4'dürsə, sinifdə əvvəlcə 7K şagird olduğuna görə 7'ni 4'ə vururuq. 28 şagird var imiş. Baxaq 37'yə. 7 nəfərlik qrupdakıların yaşlarının ədədi ortası 40'dır. Qrupdan 23 yaşındakı Yusif və 17 yaşındakı İbrahim ayrıldıqdan sonra qrupdakıların yaşlarının ədədi ortası neçə olar? Deməli, 7 nəfərin yaşlarının cəmini tapıb 7'yə bölsək 40'a bərabərdir. Yəni, bunu demək istəyir. 7 nəfərin yaşlarının ədədi ortası o deməkdir ki, onların yaşlarını toplayırıq, 7'yə bölürük və 40'a bərabər olur. Deməli, bu 7 nəfərin yaşlarının cəmini S7 ilə işarə etsək, S7'ni 7'yə bölsək 40'a bərabər olmalıdır. Buradan S7 bərabərdir 7 vuraq 40 bərabərdir 280. İndi buradan 2 uşaq getdiyinə görə 5'i qalır. 2 nəfər getdiyinə görə 5 nəfər qalır və onların yaşları 23 və 17'dir. 280'dən 23 ilə 17'nin cəmini çıxsaq, bu da 40 edər. 280'dən 40 çıxsaq 240. 245 nəfərin yaşlarının cəmidir və biz bunu da 5'ə bölürük ki, bunların yaşlarının ədədi ortasını tapmış olaq. Cavab oldu 48. Y variantı. Baxaq 38'ə. 25 qələmin olduğu qələm qabından təsadüfən seçilən bir qələmin qırmızı rəngdə olması hadisəsinin ehtimalı 0,2 olarsa, qələm qabında qırmızı rəngdə olmayan rəqəmlərin sayı. Əgər qırmızı olması ehtimalı 0,2'dirsə, qırmızı olmaması ehtimalı 1 çıxılsın 0,2 bərabər 0,8 olar. Qırmızı olmaması ehtimalı.
qırmızı olmaması ehtimalı olar 0,8. İndi tutaq ki, x ədəd qırmızı olmayan var. Onda qırmızı olmayanların sayının, ümumi qələmlərin sayına nisbəti bərabər olar 0,8-ə. Buradan da x bərabərdir 25 vurulsun 0,8. O da bərabər 20 qələm edər. Deməli, 20 qələm qırmızı rəngdə deyilmiş. Baxaq 39-a. 20 qələmin olduğu qələm qabından təsadüfən seçilən bir qələmin mavi rəngdə olması hadisəsinin ehtimalı 0,15 olarsa, qələm qabında mavi rəngdə olmayan qələmlərin sayını tapın. Deməli, mavi olması ehtimalı 0,15-dirsə, olmaması ehtimalı 1 çıxaq 0,15 bərabərdir 0,85. 20 qələmdən x ədədi tutaq ki, mavi rəngdə olmayandır. Bu zaman x bölünsün 20 bərabər 0,85 və buradan da x bərabərdir. 20-ni vururuq 0,85-ə. O da bərabər edər 17. Y variantı. Baxaq digər məsələyə. Qırx nömrəli məsələyə baxaq. Kənanın bir gündə müxtəlif fənlərdən həll edəcəyi testlərin sayı cədvəldə verilmişdir. Onun ilk həll edəcəyi testin riyaziyyat və ya fizika fənlərindən birinə aid olması hadisəsinin ehtimalını tapın. Burada görünür ki, ehtimalların cəmindən istifadə olunasıdır. Çünki bir-birindən asılı olmayan hadisələrdir. Tapaq, görək cəmi neçə tapşırıq həll etməlidir. Yəni, mümkün hal sayı nədir? Mümkün hal sayını tapaq. Bu da 20 plus 30 plus 25 plus 40 bərabərdir 115. Onun ilk həll edəcəyi testin riyaziyyatdan neçə sualdır? 20 olur 115-də 20 plus 115-də, digər isə fizika olduğuna görə 30 bərabərdir 115-də 50. Bunu 5-ə ixtisar etsək, alarıq 23-də 10. Cavablara baxsaq, B variantı. 41 də oxşar məsələdir. Baxaq 42-yə. 5, 11, 7, x, 14. Deməli, məlumatlar sırasından ən böyük fərqi 10 olarsa, x-in ala biləcəyi qiymətləri tapın. Burada iki hala baxaq. Tutaq ki, ən böyük ədəd x-dır. Ən böyük ədəd x-dırsa və ən böyük fərq 10-dursa, burada ən kiçik ədəd 5-dir. Onda x olar 5 plus 10. 15. Ən böyük ədədi biz x götürdük. İndi isə ən böyük ədədi 14 götürsək, x olar ən kiçik ədəd. Və ən kiçik ədəddirsə, deməli, ən böyük fərq də 10 olduğuna görə 14-dən 10-u çıxırıq, olur 4. Deməli, x ya 4 ya da 15 ola bilər. 4 və ya 15.
Cavablara baxsaq, A olduğunu görürük. Qırx üçüncü tapşırığa da baxaq. Burada da 10, 20, 12, Y, 17. Məlumatlar sırasının ən böyük fərqi 11 olarsa, Y-in ala biləcəyi qiymətləri tapın. Yenə də burada ən böyük fərq 11 olduğuna görə və ən kiçik ədəd 10 götürsək, 10 plus 11 bərabər 21 olar. Yəni, bir dəfə Y-ə ən böyük ədəd kimi, bir dəfə ən kiçik ədəd kimi baxırıq. Ən kiçik kimi götürsək isə və burada ən böyük olan 20 götürsək, 20-dən 11 çıxsaq 9. Deməli, cavab 9 və ya 11, 21. 9 və ya 21. 9 və ya 21 də A-da. Baxaq 44-də. On bir, M, 12, 14, 15, N. Natural ədədlərindən ibarət və artan sırada yazılmış ədədlərin modası 12 və ən böyük fərq 51 olarsa, M plus N cəmini tapın. Deməli, modanın 12 olması üçün ən azından M 12 olmalıdır. Məsələn ki, çünki moda nədən? Çox təkrarlanan ədəddir və hər ədəddən də burada bir dənə görsəndiyinə görə biz M-i 12 götürək. M 12-dirsə və ən böyük fərq 51 olduğuna görə deməli, bu zaman ən kiçik ədəddə 11 olarsa, 11 plus 51 olar 62. Deməli, ən böyük ədəd burada 62-dir. Ən böyük fərq 51-dir. Modada 12-dir. İndi M ilə N-in cəmini tapaq. Yəni ki, 12 ilə 62-ni toplayaq. Cavab olsun 74. Y variantı. 45-ə baxaq. On üç, A, 15, 17, 20 və B. Natural ədədlərdən ibarət və artan sırada yazılmış ədədlərin modası 13-dür. Ən böyük fərq 32-dir. A plus B cəmini tapın. Yenə də burada biz A-nı 13 götürək. Modası 13 olduğuna görə. B-ni isə ən kiçik ədədlə, ən kiçik ədəd də 13-dür. 13 ilə 32-nin cəminə baxsaq, olar 45. Ən böyük ədəd də 45-dir. Və burada biz A ilə B-ni toplasaq, yəni 13 ilə 45-i 58 almış olarıq. Cavab oldu B variantı. Baxaq 46-ya. 4 metal pulu atdıqda mümkün hallar sayını tapın. Bir metal pulun 2 üzü olduğuna görə 4 metal olduqda mümkün hallar sayı 2 üstü 4'dür. 16. Cavab Y variantı. 47-yə baxsaq, 3 zəri atdıqda mümkün hallar sayı zərin də 600 olduğuna görə və 3 zər birdən atıldığına görə mümkün halların sayı olur 6 üstü 3. 216. 216 da B variantı.
Baxaq 48-ə. Bir dəmir pulu 4 dəfə atdıqda ilk üçündə xəritə, dördüncüdə rəqəm düşməsi hadisəsinin ehtimalını tapın. Bu Bernoulli'dir. Bernoulli qaydasına əsaslanır. Çünki metal pulun 200 olur, bir üzü xəritə olur, bir üzü rəqəm üzü olur. Yəni xəritə və ya rəqəm üzün düşmə ehtimalı 2-də 1-dir. Bunun üçün biz bu ehtimalı belə hesablaya bilərik ki, xəritə üzü 3 dəfə düşürsə, olur 2-də 1-in kubu. Deməli, rəqəm üzü isə olur 2-də 1 üstü 1. İndi bunları hesablasaq, 8-də 1 vurulsun 2-də 1, o da bərabərdir 16-da 1. Cavab olaraq götürürük C-ni. Baxaq 49-a. Bir zəri 3 dəfə atdıqda ilk üçündə cüt xalın, ilk ikisində cüt xalın, üçüncüdə sadə ədədin düşməsi hadisəsini tapın. Biz ilk öncə cüt və tək xalın, cüt və ya sadə ədədin düşməsi ehtimalını tapaq. Cütün düşmə ehtimalı, bir zərdə 3 cüt xal vardır, 2, 4, 6. O zaman ehtimal olur 6-da 3, 2, 3'e ixtisarləsə 2-də 1. Sadə ədədin düşmə ehtimalı isə P sadə yazaq. Sadə hansılardır? 2-dir, 3-dür, 5-dir, bu da 3-dür. Olur 6-da 3, bu da 2-də 1. İndi deməli, sual belədir ki, ilk ikisində cüt xalın, üçüncüdə sadə ədədin düşməsi hadisəsinin ehtimalını tapın. Bunda da buradan ehtimalı biz necə taparıq? 2-də 1-in üstü 2 vurulsun 2-də 1-in üstü 1. Yəni 2 hal cüt xalın düşməyidir, bir hal sadə ədədin düşməyi. Bu da bərabərdir 4-də 1 vurulsun 2-də 1. Bərabərdir 8-də 1. 8-də 1 də 49-da A variantı. Baxaq 50-ci suala. Atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,4-dür. Atıcı hədəfə ardıcıl olaraq 2 atəş açır. Onun birinci atışda hədəfi vurması, ikincidə isə vurmaması hadisəsinin ehtimalını tapır. Əgər atıcının hədəfi vurma ehtimalı 0,4-dürsə, vurma ehtimalı 0,4-dürsə, vurmaması ehtimalı olar 1/0,4. 1/0,4, o da olar 0,6. Yəni ki, atıcının hədəfi vurma ehtimalı 0,4, vurmaması 0,6-dır. Deməli, onun birinci atışda hədəfi vurması, ikincidə isə vurmaması hadisəsinin ehtimalı. O zaman ehtimalların hasilinə baxmaq lazımdır. 0,4-ü vururuq 0,6-ya. Olur 0,24. Cavab A variantı. Bir nömrəli məsələyə baxaq. Atıcının hədəfi vurması hadisəsinin ehtimalı 0,3-dür. Atıcı hədəfə ardıcıl olaraq 2 atəş açır. Onun birinci atışda hədəfi vurmaması, ikincidə vurması hadisəsinin ehtimalını tapın. Bunun üçün biz deməli, birinci vurmaması deyir də 1 minus 0,3-ü vurmalıyıq 0,3-ə. Bu da bərabərdir 0,7 vurulsun 0,3 bərabərdir 0,21. Cavab oldu Y variantı. Baxaq 52 nömrəli məsələyə. İki tərəfi 5 və 7, üçüncü tərəfi tam ədəd olan üçbucaqlar içərisindən təsadüfən seçilmiş birinin bərabər yanlı üçbucaq olması hadisəsinin ehtimalını tapın.
Tərəflərdən biri 5, biri 7, digəri x olsun. Üçbucaq bərabərsizliyinə görə bu şərti ödəyən tərəflərin sayını tapaq. Deməli, bir tərəf digər ikisinin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Burada da üçüncü tərəf 2 ilə 12 arasındakı deməli ədədlər ola bilər. Bunlar da hansı ədədlərdir? Baxaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 10, 11. Deməli, mümkün hal sayı 9. Mümkün hal sayı burada 9'dur. İndi sual belədir ki, deməli, bu üçbucaqlar içərisindən təsadüfən seçilmiş birinin bərabər yanlı üçbucaq olmaz. Bilirik ki, bərabər yanlı olmaq üçün iki tərəfi bərabər olmalıdır. Bu zamanda deməli, ya bu tərəflər, yan tərəflər 7, 7 ya da 5, 5 olmalıdır ki, bərabər yanlı olsun. Buradakı deməli əlverişli hal sayı da 2 haldır. Deməli mümkün hal sayı 9, əlverişli hal sayı 2'dir. Ona görə ehtimal oldu 2'nin 9'a nisbət. 2'nin 9'a nisbət də A variantında. 53'ə baxaq. Deməli burada da iki tərəf 4 və 6'dır. Məsələn, tutaq ki, buraya x-dır, bura 4'dür, bura 6'dır. Mümkün hal sayını tapaq. X kiçik olmalıdır 6 ilə 4'ün cəmindən. Böyük olmalıdır 6 ilə 4'ün fərqindən. Yəni x 2 ilə 10 arasında olan ədədlər olmalıdır. Onda bu zaman mümkün hal sayı hansılar ola bilər? Deməli, ədədləri yazaq. 3, 4, 5, 6, 7, 8, 9. 7. Mümkün hal sayı oldu 7. İndi əlverişli hallara baxaq. Əlverişli halda bərabər yanlı olmaq üçün deməli, ya 4, 4, 4, 4 ya da 6, 6 olmalıdır. Deməli, burada da əlverişli hal sayı nə oldu? Əlverişli hal sayı 2 oldu. Onda ehtimal 2 bölək 7 olar. 2 bölü 7. 2 bölü 7 də B variantı. Baxaq 54'ə. İki zər atdıqda üst üzə düşən xallar cəminin 4'ə bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Cəmi 4 olan xallar hansılardır? Yəni biz əlverişli, mümkün hal 36'dır 2 zərdə. Əlverişli hal sayına baxaq. 1 ilə 3, 3 ilə 1, cəminin 4 olması, cəminin 4'ə bölünən olması üçün nə olmalıdır? 4, 8, 12 ola bilər. Bunun üçün 1, 3, 3, 1. 4 olması üçün 2, 2. Sonra 8 olması üçün 3, 5. 5, 3. 4, 4. Deməli, sonra 2, 6. 6, 2. Bir də 6, 6. Halları saysaq 4, 3, 7, 9. Əlverişli hal sayı 9. Mümkün hal sayı isə 2 zər olduğuna görə 6'nın üstü 2, yəni 36.
Və biz buradan ehtimalı tapsaq, onlar 9-un 36-ya bərabərdir 4-də 1. A variantı. Baxaq 55 nömrəli məsələyə. İki zər atdıqda üst üzə düşən xallar cəminin, bu 54-dür. 2 zər atdıqda üst üzə düşən xallar cəminin 3-ə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. İndi baxaq görək. Yenə də mümkün hal sayı 36-dır burada. 55-li hal sayını tapaq. Deməli, burada hansı xallar necə düşə bilər? 3-ə bölünmək üçün 1 ilə 2 ola bilər. Cəmi 3 olsun. 2 ilə 1. Sonra 2 ilə 4 ola bilər. Yəni cəmi 6. 4 ilə 2. 3 ilə 3. Sonra 1 ilə 5. 5 ilə 1. Sonra 4 ilə 5. 4 ilə 5 ola bilər. 9. 3-ə bölünür. 5 ilə 4 ola bilər. 3 ilə 6 ola bilər. 6 ilə 3 ola bilər. Və nəhayət 6 ilə 6 ola bilər. 12. Saysaq 12 hal. 55'li hal sayı oldu 12. Bu zaman ehtimal bərabərdir. 12 bölünsün 36. O da bərabərdir 3'də 1. 3'də 1 də Y variantı. Baxaq 56'ya. Sinifdə 20 qız və 12 oğlan oxuyur. Növbətçi seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Püşkatma nəticəsində ilk növbətçinin oğlan, ikinci növbətçinin qız olması hadisəsinin ehtimalını tapın. Bu da ehtimalların hasilidir və birinin baş verməsi digərinin baş verməsinə təsir edən hadisələrdəndir. Mümkün hal sayı 20 qız 12 oğlan olduğundan 32'dir. Deməli, o zaman onda ehtimalı belə hesablayarıq. Birincinin oğlan olması, deməli 12 oğlan var, 32'də 12. Bir nəfər çıxdı, 31 nəfər qaldı. Bunun da qız olmalıdır, 31'də 20. Və biz bunu hesablasaq 62'də 15 almış olarıq. Cavab oldu A variantı. Baxaq 58'ə, 57'yə baxaq. 57'yə də baxaq. Sinifdə 16 qız 10 oğlan oxuyur. Mümkün hal sayı 16 ilə 10'un cəmi 26'dır. Növbətçi seçmək üçün hər bir şagirdin adı və soyadı ayrı-ayrı kartlara yazılır. Püşkatma nəticəsində ilk növbətçinin qız, sonrakinin oğlan olması hadisəsinin ehtimalı. Deməli, 26 nəfərdən ilkinin qız olması üçün 16 qız var. 26'da 16'da ehtimal. Sonra isə artıq bir nəfər seçildiyindən 25 nəfər qalır. Bunun da oğlan olma ehtimalı 25'də 10'dur. Və biz bunu vursaq, hesablasaq, görərik ki, 65'də 16 alırıq. Cavab A'dır. Baxaq 58'ə. Mahnı müsabiqəsində 40 nəfər iştirak edir və iştirakçılar ardıcıl olaraq 1-dən 40'a qədər nömrələnir. Çıxış etmə növbələri püşkatma yolu ilə təsadüfi qaydada müəyyən edilir. Müsabiqədə çıxış edən Çinarənin növbəsinin 4'ə tam bölünən ədəd olması hadisəsinin ehtimalını tapın. Deməli, burada mümkün hal sayı 40'dır.
Çünki 40 nömrə vardır. Yəni 40 nəfər iştirak edir və 40 nömrə vardır. 4-ə bölünən ədəd olması üçün deməli hansı ədədlər olmalıdır? 4-dür, 8-dir, 40-a qədər ola bilər. Deməli, əlverişli hal sayını tapmaq üçün 4-dən 40-a qədər olan 4-ə bölünən ədədlərin sayını tapaq. Bunun üçün 40-dan 4-ə çıxıb 4-ə bölüb üzərinə 1 əlavə eləsək, 40-dan 4 çıxanda 36, 4-ə bölsək 9, 9 plus 1 oldu 10. Yəni, əlverişli hal sayda oldu 10. Bu zaman ehtimal bərabərdir. 10 bölünsün 40. O da etdi 4-də 1. Cavablar onluq kəsrlə verildiyinə görə 4-də 1 də 0,25-dir. B variantı. Baxaq 59-a. Yenə də analoji məsələdir. Burada da 100 nəfər iştirak edir. Mümkün hal sayı 100-dür. Deməli, müsabiqədə çıxış edən Çinarənin növbəsinin 9-a tam bölünən ədəd olması hadisəsini 9-a bölünən tək ədəd. 9-a bölünən tək ədədlər hansıdır 100-ə qədər? 9-dur, 27-dir, 45-dir. 63-dür, 81-dir və 99-dur. Saya baxsaq, əlverişli hal sayı bərabərdir 8, 6, əlverişli hal sayı 6-dır. Deməli, bu zaman ehtimal bərabərdir 6-nın 100-ə. O da bərabərdir 0,6. A variantı. Baxaq 60-cı suala. 2 zəri birgə atdıqda düşən xalların hasilinin 10 olması hadisəsinin ehtimalı. 2 zəri atdıqda bilirik ki, mümkün hal sayı 36-dır. Əlverişli hal sayı isə xallar hasili 10 olan hansı xallardır? 2 ilə 5-dir və ya 5 ilə 2-dir. 2 hal mümkündür. Ona görə əlverişli hal 2 olduğuna görə 2-ni bölürük 36-ya, bərabərdir 18-də 1. Cavab oldu C variant. Altmış birdə isə 2 zəri birgə atdıqda düşən xalların hasilinin 12 olması ehtimalını tapaq. Deməli, 12 olması üçün mümkün halı yazaq. Mümkün halı yenə də 36-dır. Əlverişli hallar isə 12 olmaq üçün hasil 2, 6 ola bilər. 6, 2, sonra 3, 4 və 4, 3 ola bilər. Deməli, əlverişli hal sayda əlverişli hal sayı oldu 14, 4 oldu. Bu zaman ehtimal bərabərdir 4 bölünsün 36 və bərabərdir 9-da 1. Variant da B variantı. Bugünkü dərsimiz bu qədər uşaqlar. Ehtimal test tapşırıqlarının da qalan hissəsini növbəti dəfə çəkib paylaşarıq. Siz də deməli videoya baxıb bəyənməyi unutmayın. Rəylərinizi də yazmağı unutmayın. Hələlik sağ olun.